Sabahınız xeyir. Yenə deyirsiniz ciddi mövzular, ciddi mövzular. YouTube'dur, Facebook'dur, hər kəs danışır da, bacardığını eləyir, danışır. Bu da bacardığım odur ki, olanı danışım, gördüyümü danışım. İnsanlar sizə görə özümü atıram da, təhlükəyə atıram. Mənə ehtiyac deyil danışmam. Mən bu cənnətdə yaşayıram. Bax, sakitçilik. Cənnət, şükür Allaha, dolanıram, hər şeyimdə var, ehtiyacım yoxdur, Allaha min şükür. Deyək kimi, ən azı bir 10 ildir danışıram da, bir 10 ilin içində bir ən azı bir 8 dəfə, 10 dəfə döyülmüşəm, tutulmuşam. Bunlar olan şeylərdir. Meydan adamı rahat yaşaya bilməz. Bunu yəni hamı bilir. Meydandasansa rahat yaşayan varsa. Məsələ odur ki, baxıram 10 günün, 15 günün içində 400 min baxış gəlib YouTube'da. Qardaş, orada mən 100, 200, 300 salamat şərh, yorum görə bilmirəm. Niyə görə bilmirəm? Çünki durub seyr eləyirsən, baxırsan, fikir bildirmirsən. Öz yaşayış tərzinə belə tamaşaçı qaldığına görə rahatçılıqla başınıza oyun açırlar. Durub seyr eləyirsən, sonra da mən problemi lağlağıya çevirəndə deyirsən ki, ciddi mövzulardan danışmaq lazımdır. Bəs neyniyim? Hər gün nervilənim, ağlayım, sızlayım, durum ən axırıncı burada söyüş-söyüm, ondan sonra rahat olasınız. YouTube'da fikir bildirməyə çəkinirsənsə, qorxursansa öz talihinə, sən hansı dəyişikliyi istəyirsən? Qardaş, sosial medianın özü böyük bir meydandır. Sosial media, bütün müasir dəyişikliklər hamısı sosial mediada başlayır. Sən sosial mediada durub tamaşa eləyirsən, sonra da deyirsən ki, çöldə meydanda vəziyyət niyə bu cürədir?